Rəhman, təbrik edirəm. Xüsusən də ona görə ki, millidə ilk qolunu vurdun. Bir müdafiəçi üçün fərqlənmək çətin olur. Çox nadir hallarda olur, amma sən nəhayət ilk qolu vura bildin millidə. Oyunla bağlı fikirlərin, təəssüratların. Birinci oyunla bağlı fikirlərimi deyim. Çətin rəqib idi. Necə çətin rəqib idi? Yəni bu dəqiqə asan rəqib yoxdur. Baxırsan ki, reytinqdə bizdən aşağıdadılar, amma yaxşı futbol oynayırlar. Göstərdilər futbol yaxşı futbol idi. Çətinliklər yaratdılar. Düzdür, bizim moment dəhşət çox idi, vura bilərdik. Yəni birinci hissə oyunun taleyini həll edə bilərdik, amma alınmadı. Amma şükür ki, qalib olduq. Qola gəldikdə sən deyir, Renat da deyir ki, mən də vurmuşam. Bilmirəm də, indi momentə baxmaq lazımdır. Diqqətlə ki, kim vurub. Amma fikrimcə mən vurmuşam. Buraxılan qolda bir mərkəz müdafiəçisi kimi, yəni üçlüdən biri sən idin. Bu epizod sizi narahat eləmir? Standartlar biraz çətin olur, həm də belə rəqiblərə qarşı. Məncə orada konsentrasiya önəmlidir. Daha diqqətli olmalıydıq. Fasilədə Ayxan müəllim sizə nə dedi? Fasilədə Ayxan müəllim bizə dedi ki, daha diqqətli olaq, daha rahat futbol oynayaq. Biraz üstümüzdə təzyiq var idi. Qorxuruq ki, məğlub olarıq. Yəni o təzyiq atmaq lazımdır üstümüzdən. Yəni biz onu deyir ki, yəni o təzyiqi atsaq daha rahat futbol oynayacağıq. Yəni şükür ki, yəni ikinci hissə onu ata bildik üstümüzdən, daha rahat oynadıq, qol da vurduq. Samara Millətlər Liqasında C divizionda, biz D diviziyondayıq. D divizionda bizi iki çətin oyun gözləyir. Ümidlisən? 100% ümidliyəm. Yəni ümidli olmaq da lazımdır. Azərkeşlərə səslənirəm ki, yəni maksimum dəstək olsunlar. Düzdür, çempionatda az oynayırıq, yerlilərimiz az oynayır, amma buna baxmayaraq inanmaq lazımdır. Yəni şəxsən inansaq məncə nəticə qazanacağıq. Uğurlar Rəhman, təşəkkürlər. Sağ ol.